Salam, hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Fizan Azadov. Yenə çox maraqlı bir sualla sizin qarşınızdayım. Bu sualı müəllimlər mən sizə iki üsulla izah edəcəm. Yəni, bu videoda sualı bir üsulla, başqa bir videoda isə fərqli bir üsulla izahını təqdim edəcəm. Amma növbəti videonu, yəni gözləyin. Məncə o daha fərqli və daha gözəl bir üsul olacaq. Gələk baxaq müəllimlər sualımıza. Bu sualı öncə trigonometrik üsulla həll edirəm. Yəni trigonometriya qaydalarına əsasən bunu həll edəcəm. Bizdən bu tangent alfanı istəyir. Gəlin burada qeyd edək müəllimlər. Mən burada bütün bucağı, yəni bucaq CAB-ni, daha doğrusu CAB yox, digər təpəndə Y qeyd edim. CAY-ni X qeyd edirəm. Və buradan bucaq BAY-ni isə Y qeyd edəcəm. Buradan baxırıq ki, alfa plus Y bərabər X olacaqsa, alfa bərabər X minus Y. İndi burada bizə ən vacib olan nədir müəllimlər? Tangent alfanı tapmaq lazım olduğu üçün mən burada gəlin tangent X və tangent Y tapaq. Amma gəlin burada bir şey də deyək. Verilən ifadənin hər tərəfini gəlin tangent deyək. O zaman alarıq tangent alfa bərabərdir tangent X minus Y. Və bunu da açsaq, toplama teoremi olaraq, tangent X minus tangent Y bölünsün 1 plus tangent X tangent Y. Kvadratlardan, düzbucaqlı uçlardan biz tangent X və Y tapıb yerinə qoyub hesablasaq sualın cavabı deməli tam olaraq hazırdır. Gəlin baxaq. Mən tangent Y-ə baxıram, üçbucaq BAY-dən. Üçbucaq BAY-dən. Tərəflər təbii ki 1, 1, 1 olduğu üçün bütün katet 2 və 3 olacaq. Olacaq müəllimlər tangent Y bərabərdir 2 bölək 3. Çünki qarşı katetin bitişik katetə nisbətidir. Sonra yazıram üçbucaq CAY-dən. Tangent X də bərabərdir. Yuxarılar da 1-1 olan kvadratlar olduğu üçün o da olacaq 4 bölü 3-ə bərabər. Gəlin hesablama aparaq. Yerinə qoyaq. Tangent alfa bərabərdir 3-də 4 minus 3-də 2, 1 plus 3-də 2 vurulsun 3-də 4. Və bunu da hesablasaq müəllimlər, yekun cavabımız olacaq 17-də 6-ya bərabər. Gördüyünüz kimi çox maraqlı bir üsuldur, amma hər zaman istifadə olunan üsullardan biridir. Növbəti videonu gözləyin, daha fərqli üsulla sizə bunu izah edəcəm.